Hər şey 14 fevrala, yəni ad günümə özümə Paris tətili hədiyyə etməyimlə başladım. Əslində çoxdan istəyirdim, ad günümdə bəhanə oldu. Hava limanında Lancda biraz vaxt keçirdikdən sonra təyyarəyə mindim. Mən bileti Türk Hava Yolları ilə 922 manat almışdım. İstanbulda düz 5 saat gözləməm var idi. Ona görə burada da Lanca girdim. Həm də dedim sizin üçün də çəkim buranı. Əgər sizə də maraqlıdırsa Bakıdakı Lanca ilə buranı müqayisə edib video çəkərəm. İstanbul hava limanı o qədər böyükdür ki, qorxumdan vaxtından tez gəlmişdim. Qapıya heç kim yox idi. Təyyarəyə mindik, biraz yatmağa çalışdım. Biraz yemək yedim, biraz filmə baxdım və nəhayət çatmaq üzrə idik. O qədər həyəcanlı idim ki, dəhşət. Otelə çatıb, əynimi dəyişib özümü atdım Paris küçələrinə. Otelə isə 5 gecə üçün 900 manata yaxın ödəniş etmişəm və yerləşim olaraq yaxşı, düz metronun yandı. Sağ olsun bir Bangladeşli oğlan mənə metroda kömək elədi. Sena çayına doğru gedirdim və nə görsəm yaxşıdır, məşhur Eyfel. Mən də sevincli olub tez başladım şəkil video çəkməyə. Biraz görməmiş kimi davranmış ola bilərəm. Gəmi turu üçün təxmini 1 saat növbə gözləyib yoruldum. Ödənişini etməyimə baxmayaraq getmədim və qayıtdım otelə. Bu videonu sonlandırım ki, uzun olmasın. Ardı növbəti videoda.